Salam, bu videoda litosfer bölməsini təkrar edirəm. Biz bilirik ki, yer iki inkişaf mərhələsi keçmişdir. Birinci planetar, ikinci geoloji inkişaf mərhələsidir. Planetar inkişaf mərhələsində gəlin baxaq görək hansı hadisələr olmuşdur. Meteor yağışları baş vermişdir. Sonra mərkəzə qaçma və mərkəzdən qaçma qüvvələrinin, baxın, burada nişanlayıram aşağısında, qüvvələrinin təsiri ilə, deməli, ağır maddələr harda yığılıbdır? Nüvədə, nisbətən yüngül maddələr isə mantiyada yığılmışdır. Sonra deməli, yer qabığı olmadığı üçün yer səthində deməli kütləvi vulkan püskürmələri baş vermişdi. Həmin hadisənin oxşarlığı harda baş verirdi? Ayda. Buna görə də həmin mərhələ nə adlanırdı? Ay erası adlanırdı. İlkin yer qabığı bazalt qatından ibarət olmuşdur, ancaq çox nazik idi hələlik. Bəs ilkin atmosfer haqqında hansı məlumatlar var? Baxın, burada qeyd olunubdur. İlkin atmosfer, biz bildik ki, vulkan püskürmələri olubsa, karbon qazı olacaq atmosferin tərkibində. Bir də su buxarından ibarət idi ilkin atmosfer. Bizim üçün burada maraqlı məlumat nədir? Həm də məsələlərin hesablanmasında. Baxın, yazılıb ki, burada deməli, yer qabığı hər 100 metr dəyişsə, temperatur nə qədər artır? Yer qabığında 3 Selsi artırsa, bu nə adlanırdı? Geotermik qradiyentdir. Geotermik qradientdə yadda saxlayın ki, həmişə geosiqnal ərazilərdə böyük olur. Bəs geotermik pillədə biz bilirik ki, 33 metrdə əgər 1 Selsi artsa, baxın, burada 33 metr var, 1 Selsi artırsa, bu geotermik pillədir. Və geotermik pillə harda daha böyük rəqəm alırdı? Qrafikdə biz bilirik ki, platformalarda daha böyükdür. Sonra düşək aşağı hissəyə. Deməli, planetar inkişaf mərhələsi neçə il davam elədi? 2,5 milyard il davam eləmişdi. İlk okeanın yaranması ilə deməli biz nə öyrəndik? Planetar inkişaf mərhələsi bitdi. Artıq geoloji inkişaf mərhələsi başlamışdır. Baxın, burada da yer qabığının geoloji inkişaf mərhələsi haqqında ümumi məlumatlar verib. Çalışın bu hissəni oxuyasınız. Yerin geoloji inkişaf mərhələsi neçə il davam edib? 4 və 4,5 milyard ili əhatə edir. Burada bizim üçün maraqlı məlumat var. Baxın, ən çox istifadə olunur. Nisbi yaş və mütləq yaş. Bütün test suallarında da düşür. Nisbi yaş canlı orqanizmlərin ən altda olan bitki və heyvan qalıqları daha yaşlıdır. Ən üstdə olan yaşı isə daha azdır. Bəs mütləq yaş nədir? Mütləq yaş radioaktiv elementlərin parçalanmasına görə, radiumdur, torium elementləridir. Bunların parçalanmasına görə mütləq yaş təyin olunur. Burada mən altından xətt çəkmişəm. Baxın, yer qabığında uran elementi fasiləsiz sürətdə hansı qazlara? Heliuma və qurğuşuna parçalanır. Helium bilirsiniz ki, artıq ətrafa yayıldığı üçün qurğuşunun miqdarına görə mütləq yaş təyin olunur. Sonra baxın, burada bizim nə qaldı? Yerin geoloji inkişafı eonlara ayrılır. Hansı eonlardır? Kriptozoy, bir də fanerozoy. Aşağıdakı cədvəldə də baxın veribdir. Biraz yuxarı ekranı verin, baxın. Geoxronoloji cədvəlimiz var. Bu cədvəldə bir çox hissələr əzbərə bilinməlidir. Biz burada nəyə fikir verməliyik? Biraz ekranı sürüşdürdüm. Baxın, kriptozoy sözünün mənası nədir? Birinci olan gizli həyatdır. İkinci olan isə fanerozoy, aşkar həyat deməkdir. Bu testlərə daha çox düşür. Sonra baxın, burada kriptozoy ilkin dövrdədir. Sonra arxev və protezoy eralarını əhatə edir. Qırışıqlıq mərhələsi görürsünüz ki, yoxdur. Dövrlərə də ayrılmayıbdır. Ondan sonra gəlir 345-370 milyon il əhatə edir. Birinci dövr, baxın, paleozoydur. Sonra bunun paleozoy erasında hansı dövrlər var? Kembriy ilə Ordovik. Baxırsınız, ayrılır. Hansı qırışıqlığa deməli aiddir? Kembriy ilə Ordovik Baykala aiddir. Sonra gəlir paleozoyun deməli Silur Devon dövrləri. Baxın, ayırdım. Kaledon qırışıqlığına aiddir. Ondan sonra gəlir daş kömüründən Perm. Deməli, hansı qırışıqlıq mərhələsinə aiddir? Bunları da ayıraq. Hersen qırışıqlığına aiddir. İkinci dövrümüz var burada bizim. İkinci dövr, deməli, Mezozoy erasını əhatə edir. Bunun ikinci, deməli, bizim Mezozoy eramız oldu. Dövrlərini sayaq. Trias, Jurat, Təbaşirdir. Deməli, bunun qırışıqlığı nə adlanır? Kimmer də yazılır, bir də Mezozoy qırışıqlığı da yazılır testlərdə.
Sonra deməli biz bura qədər ardıcıllıqla gəldik. Baxın, bunların öyrənəndə də aşağıdan yuxarı əzbərləyin həmişə. Sonra var burada üçüncü dövr Kaynozoi. Üçüncü dövrdə daha çox istifadə olunur. Bu üçüncü dövrdə yazır da. Yəni ki, Paleogen, Neogen sözləri əvəzinə üçüncü dövrün söküntüləri sözündən istifadə olunur. Hə, Paleogenlə Neogen hansı deməli dağ əmələ mərhələsindədir? Alp qırışıqlığı aiddir. Dördüncü dövr, baxın burada Kaynozoidur. Erasına aiddir. Onun dövrü antropogendir. Qırışıqlıq isə Alpa aiddir. Ən aşağıdan yuxarı bu dövrləri əzbərləsəz yaxşıdır. Bir də eralardır. Arxey, Proterozoy, Paleozoy, Mezozoy, Kaynozoy 5 dənədir. Sonra dövrlər Kembri, Ordovik, Silur, Devon, Daşkömür, Perm. Bunları bir ayırın. Üçü sonra bir gəlir. Trias, Jura, Təbaşir ardıcıldır. Sonra Paleogen, Neogen, Antropogen ardıcıl gəlir. Gəlin bir şeyə baxaq indi. Həmin bu eralarda deməli hansı hadisələr baş vermişdir? Baxıram ki, arxeydə qədim qırışıqlıqları və güclü vulkanizm başlayıb. Baxın birincidə. Sonra bakteriyalar və ibtidai hüceyrələrin yaranması. Burada yataqların adları veribdir, faydalı qazıntıların. Bu isə məncə abituriyentlərə düşməz. Amma siz bu yazılanları testlərdə görəcəksiniz. Sonra bax, protozoy var burada. Qədim qırışıqlığın davam etməsi, yosunların, bakteriyaların inkişafı, təkrar onurğasızların əmələ gəlməsi. Deməli, yenə ilk ikiliyi əzbərləyirsiniz buradan. Bax, 2 səthin altından xətt çəkdim. Buradan da ikisinin altından xətt çəkirəm. Çünki faydalı qazıntılar bilirik ki, yadda qalmayacaq da, yəni əzbərləməyə çalışsaq da. Paleozoyda baxaq görək. Pangeya. Pangeya haqqında qoy məlumat verim. Biz bildik ki, ilk okean adı oldu nə? Pantalaz. İlk qurun adı Pangeyadır. İndi burada deyir ki, Pangeya artıq Lavrasiya və Gondvanaya parçalanıb. Vahid Pantalaz okean sahəsinin artması, azalması. Pantalaz haqqında da öyrəndik. İynəyarpaqlı və çılpaq toxumlu bitkilərin ay döşəyinin yaranması. Daha çox hansılar oldu? İynəyarpaqlılar, çılpaq toxumlu, bir də ay döşəyinin yaranmasıdır. Sonra baxaq burada nə var bizim üçün? Onurğasızların, okeanda ilk balıqların, suda quruda yaşayanların yaranması. Bu da testlərdə düşür. İlk balıqlardır. Suda quruda yaşayanlar da bilirsiniz də qurbağadır. Bunlar haqqında da təkrar elədik. Gəlin indi aşağı hissəyə baxaq görək nə qaldı? Mezozoy erası qalır. Mezozoy erasında nə düşəcək bizə? Onlara baxaq. Lavrasiya ilə Gondwana deyir ki, müasir materikləri parçalanıbdır. Bəs bu müasir materiklərimiz hansılardır? Kimin yadında qalıb? Avrasiya, Afrika, Avstraliya, Cənubi Amerika, Şimali Amerika, bir də Antarktida. 6 materik var, amma indi əvvəllər biz keçirdik 6 materik, 6 qitə idi. İndi qitələrin sayını elədilər 7 dənə. Bir də okeanlar haqqında nə deyək? Okeanlar da əvvəl 4 dənə idi. Baxın burada nə yazıbdır? Pantalas müasir okeanlara bölünübdür. İndi artıq okeanlar da bilirik ki, 4 idisə, indi olub 5 dənədir. Gəlin okeanları da sayaq. Sakit okeanı idi. Birinci, ən böyüyü, sonra Şimal Buzlu okean, Atlantik okean, Hind okeanı. Əlavə olunan hansıdır? Cənub okeanıdır. Baxaq görək burada nələr yaranıbdır. Örtülü toxumlu bitkilər, quşlar, məməlilər yaranıbdır. Sonra bu xətti biraz pozum, görünmür. Qədim sürünənlərlə dinozavrların nəslinin kəsilməsi. Bax, mövzuya aid. Faydalı qazıntıların adları yazılıbdır burada. Mən necə yadda saxlayardım bu faydalı qazıntıları? Daha çox arxeydir, protozoydur. Bunlarda filiz maqmadan yaranan filiz mənşəli qazıntılardır. Qalan o paleozoydur, mezozoydur. Bir də Kaynozoy eralarında çökmə mənşəli süxurlar daha çox yayılıbdır. İndi gəlin görək Kaynozoyda hansı hadisələr baş veribdir. Kaynozoy haqqında oxuyaq. Deməli, 4-cü dövr buzlaşması və müasir relyefin yaranması. 4-cü dövrün buzlaşması bir Şimali Amerika materikində, bir də Cənubi Amerika materikində bu buzlaq mənşəli göllərin mövcud olduğuna əsasən müəyyən olunur. Çünki həmin dövrdə buzlar altında olubsa, buzlar əriyəndən sonra həmin o yerlərdə göllər yaranmağa başlayıbdır. Müasir landşaftların yaranması, elə relyefin yaranması, landşaftın yaranması, bunlar hamısı aydın.
Sonra Tethys okeanının parçalanması ilə baxın, hansı dənizlər? Aralıq, Qara. Bunlar bilirsiniz ki, Türkiyənin ətrafında olan dənizlərdir. Sonra Xəzər Azərbaycanın dənizi, Aral dəniz. Bu da deməli Asiya ölkələrinə aiddir. Bir-birindən ayrılması, sonra nə qaldı? İlk insanın yaranması da Kaynozoidadır. Çünki burada var idi paleogen, neogen, antropogen. Antropogen sözünün mənası da nə idi? Elə insan demək idi. Buradan yadda saxlayırsınız. Bir də görürsünüz ki, burada artıq faydalı qazıntıların adları yenə ardıcıl sıralanıbdır. Sonra yerin daxili quruluşunu gəlin təkrar eləyək. Bizim üçün burada hansı məlumatları öyrənmək faydalı olacaq yerin daxili quruluşundan? Baxın, nüvənin radiusu nə qədərdir? 3500 kilometrdir. Temperaturunu baxın öyrənin. 3500-4000 Selsidir. Hansı maddələrdən təşkil olunubdur? Dəmirdir, nikeldir. Bunlardan təşkil olunubdur. Nüvə neçə hissədən ibarət olur? Baxın, aşağıdakı şəkildə də var. Daxili və xarici nüvədən təşkil olunmuşdur. Sonra baxaq görək bizim üçün burada nə qaldı? Maraqlı məlumat. Mantianın məlumatları var. Qalınlığı nə qədərdir? Baxın, burada şəkildə də yazıbdır. 2900. Nüvədə 3500 idi. Sonra biz bilirik ki, nüvədə temperatur nə qədərdir? 1000-2500 Selsi arasındadır. Bu da bizim üçün faydalı bir məlumatdır. Nüvə, yox, alt mantia da bildik ki, 2 hissədən ibarətdir. Deməli, hansıları idi? Üst mantia, bir də alt mantia. Baxın, elə altda olan alt mantiyadır, üstdə də olan üst mantiyadır. Bunlar arasında baxın, bu sınağa da düşdü. Nə düşdü burada? Yazıb ki, alt mantiyada temperatur yüksək olmasına baxmayaraq, burada böyük təzyiqə görə maddələr sıxlaşmış, yəni kütləşmiş olur. Amma üst mantiyada nə yazıbdır? Baxın, altından da xətt çəkmişəm, ərinti halındadır. Deməli, alt mantiyanın cümləsini olduğu kimi suallara saldılar. Sonra baxın, burada bizdə nə var idi? Yer qabığı özü hansı qatlardan ibarətdir? Baxın, elə şəkildə var, şəkil üzərindən öyrənək. Birinci bildik ki, bazalt qatıdır, sonra qranitdir, çökmədir. Bunlar arasındakı bu şəkildə fərqi görsəniz, baxın, okean tipi yazıb, bura okean. Bazaltla çökmə arasında qranit qatı yoxdur. Yəni, tək fərq budur yer qabığında. Sonra biz nə öyrənəcəyik buradan? Hə, bazaltla qranit qatı arasındakı sərhəd nə adlanır? Kondural sərhəddir. Baxın, burada yazıbdır. İndi kitabda da var, həmin yeri işarə eləyərsiniz. Sonra üst mantiya ilə yer qabığı arasındakı sərhəd Moxo sərhəddi adlanır. Nə qaldı? Üst mantiya ilə birlikdə yer qabığı nəyi yaratdı? Litosferi yaratdı. Baxın, litosfer sözünün mənasını da bilirsiniz də, yəqin ki, lit daş deməkdir, sfer də təbəqə sözlərindən yaranıbdır. Burada nə qaldı bizdə? Astronosferlə üst mantiya arasındakı sərhəd nə adlanır? Benyon sərhəddidir. Deməli, astronosferlə onda litosfer birləşsə, birlikdə tektonosferi yaradır. Baxın, burada yazılıbdır. Yer qabığı haqqında məlumat əldə etdik. Hansı deməli qatlardan ibarətdir, təkrar etdik. Qalınlığının haqqında gəlin məlumatları oxuyaq. Hə, ən dərin deməli ən qalın yeri hara oldu? Baxaq görək. Yazıb yer qabığının qalınlığı 1-90 km arasında dəyişir. Himalay dağlarının altında onun qalınlığı 70-90 km-dir. Marianovunda isə 1-5 kilometrdir. Yəni ki, Himalay dağları bilirsiniz ki, hündürlüyü 8848 metrdirsə, bu burada yer qabığı daha qalın olacaqdır. Amma Marianovun məsəl üçün dərinliyi nə qədər idi? 11022 metrdir. Deməli, burada yer qabığının qalınlığı daha az olacaq. Sonra nə qaldı bizdə? Kondural sərhəddindən danışdıq, Moxo sərhəddini təkrar etdik, litosferi bildik nədir? Sonra buradan rəqəmlər veribdir. Qalınlığı 90-250 km aralığında olan litosfer astronosferin üzərində yerləşir. Deməli, bu hissələri də təkrar elədik. İndi gəlin yer qabığını təşkil edən süxurlar və faydalı qazıntıları təkrar edək. Burada əslində altından çox sözün mən xətt çəksəm də, siz nəyə fikir verəcəksiniz? Burada baxın, yazıb ki, yer qabığı 3 əsas kimyəvi elementdən təşkil olunur. Məsələn, hansılardır? Oksigen, alüminium, silisium birləşmələrindən təşkil olunmuşdur. Burada əlavə deməli elementlərin də adları yazılıbdır.
Onları da oxuya bilərsiniz. Baxın yazır ki, bunlarla yanaşı hansı elementlərdir? Dəmir, sonra natrium, maqnezium, kaliumlu birləşmələr aiddir. İndi gəlin baxaq görək süxurlar hansı qruplara ayrılır. Baxın burada süxurların təsnifatı. Bizim üçün ən vacib olan hissə buradır. Süxurların təsnifatı. Deməli süxurlar bölünür maqmatik, çökmə, metamorfik qruplarına. Maqmatik olanlar elə adından da bilinir ki, maqmadan yarananlardır. İntrüziv dərinlik deməkdir, effuziv səth süxurlardır. İntrüzivə hansılar aiddir? Qranit, qabro, diorit, sienit. Bunları əzbərləyin. Effuziv, vulkanik şüşə, vulkanik tuf, vulkan külü, pemza, bazalt, andezit, obsidian. Bunları da bildik. Sonra gəldi çökmələr. Çökmələrə baxaq görək. Çökmə iki qrupa ayrılır. Üzvü, bir də qeyri-üzvü. Üzvü olanları yadda saxlamaq asandır. Yanar maddələr, neft, yanaşiz, torf, kömür, təbaşir, bir də fosforit. Təbaşirlə fosforit yanar maddələr qrupuna aid deyil. Sadəcə mən yanar dedim ki, yadda saxlasın neftdir, yanaşizdir, torfdur, bir də kömürdür. Bunlar aid deyil. Bunlarla bu cürlə yadda saxlasınız. Bir dənə təbaşirlə fosforit orada fərqlənir. Qeyri-üzvüyə baxaq. Qeyri-üzvü də iki qrupa bölünür. Hansılardır? Kimyəvi qırıntı. Qırıntıların da baxın burada qum, çınqıl, cild, çay daşı. Çaqıl daşı da yazırlar bəzi kitablarda. Bunları da əzbərləyin. Sonra kimyəviyə baxaq görək. Müxtəlif duzlar, elə duz aiddir. Bəzi kitablarda kalium duzu yazmışdı. Məsələn, mergel, dolomit, əhəng daşı, gips aiddir. Bunlar hamısı əzbərlənməlidir. Bir də ki, metamorfik süxurlar var idi. Baxın, mərmər, kvarsit, fillit, gilli-şiz, almaz, qrafit, qnes. Bunlar da hansı süxurlardan çevrilibsə, bunları bilmək lazımdır. Məsələn, mərmər əhəng daşından yaranıb. Sonra qum daşından kvarsit, kristalik şizdən fillit, gildən gilli-şiz, daş kömürdən almaz, qranit, daş kömürdən qrafit də yaranır. Qranitdən isə qnes yaranır. Baxın, bu metamorfik süxurlar başqa kitablarda həm şəkillərlə verilibdir. Sinif dərsliklərində də verilibdir. Bu cürlə yəni öyrənin ki, hansı tutaq ki, maqmatik süxurdan yaranıb, yoxsa çökmə süxurdan. Bunun adını verəcəksə. Sonra burada qaldı bizdə faydalı qazıntılar. Baxın, faydalı qazıntılar nə yazıb bura? Hansı qruplara ayrılır? Filiz faydalı qazıntılar, yəni maqmadan yarananlar. Bunlar da bölünür, baxın, qara metallar. Sonra əlvan metallarımız var burada. Əlvan metal, qara metal. Qiymətli metallardan qızıl, gümüş, platindir. Dəmir, xrom, manqan, qara metallurgiyadır. Alüminium, mis, qalay, sink. Bunlar dəyəri yüksəkdir. Sonra çətin əriyənlər wolframla molibdendir. Nadir metallar uranium, germanium, bunların da adlarını bayaq çəkdim. Sonra urandır, plutoniumdur. Plutonium, uran, plutonium, bir də radium kimi elementlər nədir? Radioaktiv hesab olunur. Baxın, uran, plutonium, bir də radium kimi metallar radioaktiv hesab olunur. Qeyri-filizlər də var. Bir də ki, nə? Yanar faydalı qazıntılar. Yanar faydalı qazıntıları bayaq da oxuduq. Sadəcə biz yanar faydalı qazıntılarda nəyi yadda saxlayacağıq? Bu, məsəl üçün, neft 1,5-dir, istilik əmsalı. Təbii qazın əmsalı 1,4. Sonra daş kömürü neçə idi? 1-dir. Quru odun. Baxın, quru odunu necə yadda saxlayacaqsınız? Quru odun sözündə 4-dürsə, odun sözündə 4-dür. 0,4-dür. Yanar şiz sözü mən deyəndə şiz sözündə 3 hərfi yadda saxladığım üçün 0,3-dür. Bir dənə qaldı burada torf. Torfu da 0,5 kimi yadda saxlayın. Yəni burada çətin bir şey yoxdur. Ən çox istifadə olunan elə daş kömürüdür, 1-ə bərabərdir. 7000 kilokalori istilik verir. Sonra baxaq görək burada nəyə qaldı demədiyimiz. Qeyri-filiz faydalı qazıntılardan görək nə verir? Kimya xammalı, kükürt, apatit, fosforit və s. qalanlarını oxuya bilərsiniz. Tikinti materialı, əhəng daşı, gips, mərmər və s. Bir də qiymətli daşlar. Safir, yaqut, zümrüd, bunlar da qiymətli daşlardır. Zərgərlik məhsullarıdır bunlar. Deməli, filiz faydalı qazıntılar gəlin
bir təşkil edək görək nə öyrəndiyini. Biz faydalı qazıntılar iki qrupa bölünür. Qara metallar, əlvan metallar. Sonra qeyri-filiz faydalı qazıntılar kimya xammalı, tikinti materialı, bir də qiymətli daşlara bölündü. Yanar faydalı qazıntılar da ki, aşağıda yazılanları da artıq bildik. Biz burada əlavə nə öyrənə bilərik? Baxın, bu aşağıda işarələr verib ha. Bir dənə qaldı bu işarələr. Baxın, bu işarələri öyrənin. Hansılar daha çox düşür, onları da yadda saxlayın. Mən burada indi konkret olaraq deyə bilmərəm ki, məsəl üçün, ən çox istifadə olunanlar hansılardır. Amma məsəl üçün, mən testlərdə ən çox gördüklərimi deyim. Baxın, daş kömür, qonur kömür, yanar şies, neft, təbii qaz, torf, dəmir filizi, xromit, baxın, nikel istifadə olunur, alüminium, vanadium, mis, gümüş, polimetal, qalay, civə, manqan, uran. Kobalt filizləri də demək olar istifadə olunur. Sürməni demək olar mən heç görməmişəm. Wolfram filizi istifadə olunur. Sonra baxaq görək nə qaldı. Berlium görmədim heç vaxt testlərdə. Molibden istifadə olunur. Sink, qurğuşun bunlar var. Titan filizi demək olar çox azdır. Bismut heç yox idi testlərdə. Litium, nobium filizlər bunlar da istifadə olunmuyor. Platin baxın çox istifadə olunur. Qızıl istifadə olunur. Sonra mərmər də istifadə olunur. Suryo da perlit, bax Azərbaycanın daha çox xəritəsində olacaq. Azbest demək olar ki, az istifadə olunur. Sonra qrafit var burada. Qrafit az istifadə olunur. Apatit bütün xəritələrdə demək olar ki, çox istifadə olunur. Kalium duzu, xörək duzu bunlar daha çox istifadə olunur. Glauber duzu deməli istifadə olunur. Şərt işarəsi şoradır, bax rastlanır. Fosforit, baxın kükürdü də artıq daha çox istifadə edirlər. Son testlərdə barıt da istifadə olunur. Pirit, Kükürkolçadan Azərbaycan xəritəsindədir. Fluorid, mən heç demək olar testlərdə görməmişəm. Maqnezit də istifadə olunur demək olar. Əhəng daşı, baxın, əhəng daşı istifadə olunur. Kaolin az istifadə olunur. Təbaşir istifadə. Təbaşirin öz adı yazılır, ancaq ki, onun işarəsi istifadə mən görməmişəm testlərdə eləsinlər. Sonra burada mergeldir. Bu yenə mergelin adı var, ancaq ki, öz işarəsi istifadə olunmur. Sonra nə qaldı? Qranitdir. O da istifadə olunmur. O da davamlı gillərin işarəsi ilə istifadə edilmir. Almazla qiymətli daşlar. Hə, baxın, bunlar istifadə edilir. Yəni, bu aşağı hissədə də çox da mühüm bir məlumat verilməyibdir. Ona görə demək olar həmin o eraların altından sadəcə xətt çəkmişəm. Növbəti dərsdə litosfer tavalarıdır. Deməli, bugünkü videomuz da bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.